Qarabağdakı tikinti layihələrində bəzi şirkətlərin ödənişlərin gecikdirməsi və ya ümumiyyətlə çalışanlara müxtəlif bəhanələrlə vəsait ödəməməsi ilə bağlı narazılıqlar mövcuddur. Söz gedən məsələ yenə gündəmdədir. İşğaldan azad olunan ərazilərdə təmir bərpa işləri çərçivəsində layihələrə cəlb olunan şəxslər dəfələrlə video müraciətlər çəkərək kanalımıza göndərib, haqlarının pozulduqlarını bildirirlər. Hazırki vəziyyət də ürək açan deyil. Bu dəfə Ağdamda hörgü işləri görmüş bir qrup işçi fevral ayından haqlarını ala bilmədiklərini bildirirlər. İddialara görə SMTS tərkibində fəaliyyət göstərən Mehdiyev Şahin adlı şəxsə məxsus Taşeron Azəravro tikinti şirkəti artıq 3 aydır ki, işçilərin pulunu ödəmir. Çıxılmaz durumda qalan işçilər lazımi qurumlardan kömək istəyirlər. Mən İsmailov Nizat Şamiloğlu. Mən burada Ağdam bölgəsində gördüyünüz bu binalarda usta vəzifəsində işləmişəm. Mənimlə bərabər neçə nəfər? 12 nəfər. Mənimlə bərabər 12 nəfər də burada işləyir. Onların da heç imkan edib yol pulu tapıb gələ bilmədilər. Böyünlər burada qrup şəklində etirazımızı bildirək. Ancaq onların da adında mən danışmaq istəyirəm ki, deməli, fevral ayın 20-sində Bəli. bura işə gəlmişik. Bugünkü günə qədər 1 manat vermirdilər bizə. İndiyə qədər də bugün səhər də yalanda baş yuvadırlar. SMTS-in tərkibində xidmət göstərən Taşeron Azəravro Şahin müəllimin, Mehdiyev Şahin müəllimin şirkətidir. Bax, burada hörgü işlər görmüşük. Bax, bu binada. Mən də çəkim sənə. Hələ də bugündən 64 gündür. Bugün sabah yuvada gedirlər. 12 nəfərik. Adlarında da. Dostoyev Elgün İsrailoğlu, Əsgərov Sərkər Vəliyyədinoğludur, Əsgərov Məhəmməd Əli İmranoğludur, Əsgərov Aydın Vəliyyədinoğludur, Əsgərov Qurbani Qurbanoğludur. O birisilərin də familiyaları, adlar yadındadır, familiyalarını bilmirəm. Yəni belə bir vəziyyətə düşmüşük. Aidiyyatı qurumlardan xahiş edirik ki, bu işlə bağlı bizə köməklə eləsinlər. Hər dəfə gəlirik bura, müdiriyyət burada yoxdur. Bakıda da pul dalınca gedib, qardaş çıxır qarşımıza. Hər gün yalanda vəd verirlər, vədlərinə də sahib çıxmırlar. Hamının krediti, borcu, xərci, dolanışığı çətin vəziyyətə qalır. Çox çətin vəziyyətdir. Aidiyyatı qurumlarda əgər hökumət varsa, hökumət nümayəndələrinə kömək istəyirik. Əgər varsa hökumət səsimizə səs versin, bizə kömək dursun. Var, hökumət var. Əlhamdülillah. Köməkli eləyəcək. Kömək eləsin. Hökumətdə kömək istəyirik. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.